uğurlu olsun. Bir daha söyləyirəm. ATV kanalı həyətindən rəngarəng deyib evlərinizə qonaq gəlmişik. Anonsda gördüğünüz qonağımız Manaf Ağayevdir. Mən Qarabağlıyam, Qarabağda anadan olmuşam. O zamanlar babam həmişə deyərdi ki, yaxşı kişinin ayağına qara qoç kəsərlər. Əsil kişinin ayağına. Mən də qoçla gəlmişəm. Niyə? Çünki zəng eləyəndə Manaf Ağayevə dedi, zar incimişəm. Özdə sənin üzündən incimişəm. Mən də düşündüm ki, bildiyin, mənə görə Manaf Ağayev inciyir, efirlərə çıxmasa, mən çətin baxıla bu rəngarəng. Çünki onu çox sevir, A'dan Z'ye onu sevirlər və mən səbəb olmaq istəmədim. Dedim, sənətkar, gəl rəngarəng verilişinə. Sən də Qarabağlısan, mən də Qarabağlıyam. Hər zaman mənə qardaşlıq eləmsən, böyük qardaşlıq eləmsən, bu dəfə də elə keç günahımdan, keç günahımdan mən də sənin üçün Qarabağ adətlərinə nəsi ilə davranım. Dedim, neyniyəsən ki? Dedim, bir qara qoç kəsəcəm sənin üçün. Dedi ki, bax bu səmimiyyətinə görə gəlirəm. Bugün də buradadır. Manaf Ağayev, salamlayıram sizi, xoş gördük. İndi sıralanmaca bilmirəm. Mən qoç gətirmişəm sizin. Çox sağ ol, sabahınız xeyir olsun əziz hörmətli qonaqlar. Zat ilk öncə sən səmimiyyətin qarşılığına başladıqdan fərq eləməz. Yaşın onluqlar olur, bu səmimiyyət danışdığın həqiqətən... Olduğu kimi danışdım da. Olduğu kimi. Mən həqiqətən səndən incimişdim. Yəni bir qardaş kimi incimişdim. Müəyyən səbəblərə görə. Dedim ki, dostluğumuz yerində qalsın. Gəlməyəcək. Bu da bildirir ki, zəhləşdi nəzərə almışdır ki, olanı səhv eləmişəm, səmimiyyətə görə olmamalıydı, oldu, amma sən qalın, sən qardaşımsan və sənlə əlaqə qoç keçəcəm. Mən də yanımda... Özdə qara qoç, ha? Hə, qara qoç. Qarabağlısan, bilirsən nəyə görə dedim? Ona görə mən gəldim, mən qardaşım, qardaş arasında da söz-söhbət olur, şəkilini bildirlər. Çox sağ olun, sən də həmdə bu qoça görə inandırım ki, həmişəki kimi süskün verir. Teşekkür ederim. Var olasın gəlişiniz üçün də təşəkkür edirəm. Daxil studiyaya möhtəşəm rəngarəng sizi gözləyib, bizi izləyib. Bu çəkilişləri özünüz eləyək. Bugün də danışmağa çəkilişdir. Bizə onun kəsi. Çıxırsa, Keç günahımdan mən də sənin üçün Qarabağ adətlərinə nəsi ilə davranım. Dedim, neyniyəsən ki? Dedim, bir qara qoç kəsəcəm sənin üçün. Dedi ki, bax bu səmimiyyətinə görə gəlirəm. Bugün də buradadır. Manaf Ağayev, salamlayıram sizi, xoş gördük. İndi sıralanmaca bilmirəm. Mən qoç gətirmişəm sizin. Çox sağ ol, sabahınız xeyir olsun əziz hörmətli qonaqlar. Zat ilk öncə sən səmimiyyətin qarşılığına başladıqdan fərq eləməz. Yaşın onluqlar olur, bu səmimiyyət danışdığın həqiqətən... Olduğu kimi danışdım da. Olduğu kimi. Mən həqiqətən səndən incimişdim. Yəni bir qardaş kimi incimişdim. Müəyyən səbəblərə görə. Dedim ki, dostluğumuz yerində qalsın. Gəlməyəcək. Bu da bildirir ki, zəhləşdi nəzərə almışdır ki, olanı səhv eləmişəm, səmimiyyətə görə olmamalıydı, oldu, amma sən qalın, sən qardaşımsan və sənlə əlaqə qoç keçəcəm. Mən də yanımda... Özdə qara qoç, ha? Hə, qara qoç. Qarabağlısan, bilirsən nəyə görə Ona dedim? görə mən gəldim, mən qardaşım, qardaş arasında da söz-söhbət olur, şəkilini bildirlər. Çox sağ olun, sən də həmdə bu qoça görə inandırım ki, həmişəki kimi süskün verir. Teşekkür ederim. Var olasın gəlişiniz üçün də təşəkkür edirəm. Daxil studiyaya möhtəşəm rəngarəng sizi gözləyib, bizi izləyib. Bu çəkilişləri özünüz eləyək. Bugün də danışmağa çəkilişdir. Bizə onun kəsi. Çıxırsa,